Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Putin ilk dəfə Azal təyyarəsinin vurulması hadisəsinə münasibət bildirib. Hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə sizdən üzr istəyirəm. Həlak olanların ailələrinə ən səmimi başsağlığımı çatdırıram. Rusiya Azalın təyyarəsinin qəzaya uğraması ilə bağlı təzminat ödəmək üçün lazım olan hər şeyi edəcək. Putin həmçinin vurğulayıb ki, Rusiya təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti Ukraynanın üzərinə qoyur. Onun sözlərinə görə hadisə günü Rusiya hava sərhəddini 3 Ukrayna dronu keçib və həmin an baş verən insident bu fonla eyni vaxtda qeydə alınıb. Rusiya istintaqa bütün lazımi dəstəyi verir və bu faciənin hərtərəfli araşdırılmasına açıqdır deyə Putin əlavə edib. Xatırladaq ki, Azala məxsus mülki təyyarənin vurulmasından sonra Bakı-Moskva münasibətlərində ciddi gərginlik yaranmış, iki ölkə arasında diplomatik soyuqluq müşahidə olunmuşdu. Düşənbədə baş tutan bu görüş tərəflər arasında yeni səhifənin başlanğıcı kimi qiymətləndirilir.